Rayonda qocalar parka yığışır, orada nərd oynayırıq. Bütün günü nərd oynamaqla məşğuluq. Bu bizim istirahətimizdir. Maşallah olsun, səhhətim də yaxşıdır. Heç bir şikayətim yoxdur. Publikası xəbər verir ki, bunu müsahibata açıqlamasında xalq artisti, uzun illərdir ki, Bakıdan Ağstafaya köçən aktyor Tariyel Qasımov deyib. 87 yaşlı sənətkar bildirib ki, həyatı boyu aktiv işlə məşğul olsa da, təqaüd həyatı onu darıxdırmır. Stat: İlk günlər biraz darıxdım, ancaq indi vərdiş etmişəm. Həmişə Səməd Vurğun adına parka gedirik, orada gəzirik, istirahət edirik. Qoca kişilərlə günortaya kimi nərd oynayıram. Daha sonra evə qayıdıram, nahar edirəm. Bir sözlə rayonda həyatım yaxşı keçir. Onu da deyim ki, nərd oynamaq üzrə peşəkarlaşmışam. Vaxtilə rayonumuzda peşəkar nərd oynayanları da uduram. Qardaşım bizə gələndə onunla da nərd oynayıram. Statın sonu. Aktyor ona gənclik illərində verilən sevgi məktublarından da danışıb. Stat: 300-dən çox sevgi məktubunu saxlamışdım. Cavanlıqda çox yaraşıqlı idim. İndi də yaraşığım qalıb, amma yaşım çoxalıb. Xanımlar sosial şəbəkələrdə barəmdə yaxşı sözlər deyirlər. Səhhətimlə maraqlanırlar. Sağ olsunlar. Çox xoşbəxt aktyoram ki, tamaşaçıların sevimlisinə çevrilmişəm. Statın sonu.